Yeni gündə səmimi, dəyərli izləyicilərimi xoş gördük. Nətərsiz? Allah həmişə hər birinizi yaxşı eləsin, var eləsin və sağlam eləsin. Cüməniz də mübarək olsun inşallah. Eviniz ruzulu, bərəkətli olsun. Canınız sağlam olsun hər zaman. Məni soruşsa şükür Allaha, mən də yaxşıyam. Çox şükürlər olsun Allahımıza. Allah hər birinizi var eləsin. Yenidən kanalımda sizi görməyə çox şad oldum. Çoxdandır, demək olar, bir həftə olar videolar çəkmirdim. Yenidən gəldim, şükürlər olsun Allahın izni ilə. Gözəl xanımlar və dəyərli izləyicilərim, demək nətərdir? Mən bu salatları dünən axşam hazırlamışam. Ayın 30-u iyul. Bugün isə video çəkirəm. Onun üçün mən dünən çəkə bilmədim. Hazır formasını göstərirəm sizə. Xanımlar, birinci bu salatdan başlayayım. Bu salat dietik salatdır. Çox qəşəng, dadlı bir salatdır. Bunun tərkibində nə var? Çuğundur, kök, alma və turşu xiyar, bir də gəbalı qurusu, tumsuz gəbalı qurusu, zeytun yağı və cəfəri. Hamısını uzun-sov doğrayıb, qatışdırmışam. Axırda üzərinə zeytun yağı töküb, petruşkasını doğrayıb, duzunu istiotunu vurub, qatışdırıb qoymuşdum soyuducuya. Belə. Bu salatımız isə sadə bir salatdır. Töyuq salatıdır. Töyuğun bir parça sinə ətidir, bir bütöy qarğıdalıdır, özüm evdə pişirib, təmizləyib və töyuğun sinə ətində pişirib, xırda-xırda doğrayıb, qarğıdalı ilə qatışdırmışam. Üzərinə smetan və bir balaca qaymaq tökmüşəm, əlavə eləmişəm. Duz, istiot. Çox rahat bir salatdır. Bu da eynən həmən salatdandır. Xanımlar, Allah hamının bu dünyadan köçənlərinə rəhmət eləsin. Bugün 31 iyul mənim qaynanamın rəhmətə gedən günüdür. 35 ildir aramızda yoxdur. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Torpalsanı evlatlarına, nəvələrinə, nəticələrinə ömür versin. Cəmi bu dünyadan köçənlərin, şəhidlərimizin hamısına bugünkü gündə Allah qəni-qəni rəhmət eləsin. Qazilərimizə isə şəfa versin. Xanımlar, özümə borc bildim bugün qaynanamın adına xörək astığım üstünə. Onun bugün anım günüdür. Öz ailəmiz, oğlu, nəvələri, nəticələri bugün bizdə olacaqlar inşallah. Adım anacıyıq, Allah qəbul eləsin. Xanımlar, mən belə başladım videomuza. İnşallah davamını da göstərərəm sizə. İzləmədə qalarsınız. Qızlar, aşımızı da dəmə qoydum. Plov da dəm alır burada. Allah qəbul eləsin. Allah hamının qazanın dolu eləsin, ruzulu bərəkətli eləsin, heç kimin qazanında gözü qalmasın. Amin. Bu da hazırladığım aşım qarasıdır. Belə, xanımlar. Siz izləmədə qalın. Like edin. Abunə olmamışsınızsa abunə olun. Mənim videolarıma başqa insanlar da baxsın, baxış sayım artsın. Bunlar hamısı sizin əlinizdədir, mənim gözəl, səmimi izləyicilərim.
Allah hər birinizdən razı olsun. Həqiqətən də mən sizdən çox razıyam. Yerlə göy qədər. Məni qabağa aparan siz gözəl insanlarsınız, izləyicilərimsiz. Mən də sizin üçün videolar çəkirəm. İnşallah davamı da olar, izləmədə qalın. Xanımlar, süfrəni də hazırladım. Allah verəndən, əlimdən gəldiyindən hazırladım süfrəmizi. Birazdan indi yoldaşım, uşaqlar, nəvələr inşallah gələcəklər işdən çıxıb. Hərə bir tikə dadacaqdır. Allah qəbul eləsin. Hazırladığım salatdır. Halva çalmışdım, halvadır. Belə də qoymuşam uşaqlar çayla içməyə. Belə lavaşın arasında da hazırlayıb qoymuşam. Şirniyyatları da mənim gözəl qızlarım hazırlayıb. Yəni gəlinlərim. Allah xoşbəxt eləsin. Hamısını, cəmi balaları Allah xoşbəxt eləsin. Baxtəvər eləsin. Yenə mənim özümün hazırladığım salatımdır. Ayranımızdır, kompotumuzdur. Meyvəmizdir. Allah verən nimətlərdən süfrəyə qoymuşam. Allah qəbul eləsin. Gözəl xanımlar, mənim qaynanam rəhmətlik bir balaca məlumat verim. Müəllimə olubdur, ibtidai sinif müəlliməsi. Çox yaxşı da müəllimə olubdur. Onun dərs keçdiyi şagirdlər indi hal-hazırda yaxşı işlərdədirlər. Mühəndis işləyirlər, həkim işləyəni var, bank işçisi var, IT sahəsində çalışanı var, hüquqşünası var. Çox şükürlər olsun, öz nəvələri də yaxşı işlərdə çalışır. Allah bütün balaları qorusun. Keçənlərə, cəmi keçənlərə, öz valideynlərimə də rəhmət eləsin, qalanlara can sağlığı versin. Həyatda yaşayırıq, biz özümüz də indi qaynana olmuşuq, nəvələrimiz var, Allahın bu gününə şükür. Allah nəvələrimizi, balalarımızı qorusun, cəmi balaları qorusun. Onları xətadan, bəladan qorusun. Bütün bəlaları, ya Rəbbim, nəvələri, valideynlərinə də can sağlığı versin. Nə qədər ömür verəcəksə onu sağlıqlı versin. Mənim dəyərli izləyicilərim, mən burada videomu sonlandırım. Uşaqlar indi gəlir. Onlar videoya düşmək istəmirlər. Ona görə də elə qabaqcadan çəkdim. Dedim, izləyicilərimlə bölüşüm. Salamat qalın, özünüzə yaxşı baxın. Allah hər birinizdən razı olsun. Sizi öpürəm, bağrıma basıram. İnşallah yeni videolarla, maraqlı videolarla görüşərik. Allaha əmanət olasınız, mənim gözəl izləyicilərim.